daxili turizm olaraq getmək və o istiqamətlərdə istirahət etmək istəkləri çox böyükdür. Bu daxili turizm potensialımız orada çox yüksəkdir. Eyni zamanda da xarici investorları ora dəvət edib o ərazilərin investisiya və turizm perspektivindən investisiya potensialını araşdırmaq və oranı daha da inkişaf elətdirmək imkanları çox genişdir. Böyük qayıdış mən düşünürəm ki, tarixi ədalətin bərpası, milli qürurun dirçəlişi və gələcək nəsillərə verilən mühüm bir mirasdır. Mən düşünürəm ki, böyük qayıdış tək böyüklərin üzərinə düşən bir yük yox, gənclərin iştirakı ilə böyük bir inkişafa getirip çıkaracaktır. Filmleri izledim her ikisini de. Gerçekten çok güzel ve çok duygulandırıcıydı. Orada yapılan çalışmaları da gördüm. Yeniden inşaat çalışmaları, reconstruction. Onlar da çok hoşuma gitti açıkçası. Göçmenlerin geri dönüşüyle ilgili de çok mutluyuz. Orada onlara yuva yapılması, bu evlerin inşası, bu inanılmaz zaten. Qayıdış yolcuları vətənə addım-addım sloqanı ilə bugünkü tədbirimizdə gördüyünüz kimi artıq tədbir davam edir. 300-dən çox qonağımız var. Mən çox sevinirəm ki, bugün belə bir heyətin içində biz Böyük Qayıdış Dövlət Proqramının əhəmiyyətini auditoriyanın diqqətinə çatdırırıq. Bu ərazilərdə, yəni bildiyimiz kimi artıq yaşıl enerji ilə bağlı bir çox layihələr icra olunub. Xüsusilə Zəngilanda Ağalı kəndində bu cür layihələrin icra olunması, eyni zamanda cənab prezident tərəfindən də bura göstərilən yəni xüsusi diqqət və qayğı, bu kimi məsələlər yəni həm ölkə iqtisadiyyatının inkişafına müsbət bir töhfə verəcəyinə yəni biz inanırıq. Düşünürəm ki, bu sadəcə müəyyən bir qurumların bura yatqısı deyil də, həm də ki özəl sektorun da buna böyük bir marağı var. Və düşünürəm ki, burada zaten gördüyümüz bərpa etmə və yenidən qurulma işləri aktiv şəkildə var. Bu da böyük bir potensial bizi gözləməsi deməkdir.